Necəsiz dostlar? Deməli qarşıma bir video çıxdı. Öncə istəyirəm siz də izləyəsiniz. Vüsal Əliyev doğum günü keçirdir və bir çox tanınmışları yığır başına. Və o tanınmışlardan biri də Kəmalə Günəşli səhnədə oxuyarkən ona yaxınlaşan kişinin hərəkətlərini özünüz gördünüz. Söhbət Kəmalə Günəşlidən getmir. Bəziləriniz yazacaqsınız ki, Kəmalə Günəşlinin imici buna yol verir. Bəziləriniz yazacaqsınız ki, Kəmaləyə elə o yaraşır. Yazacaqsınız, bunu bilirəm. Amma burada mövzu Kəmalə deyil. Burada bir kişinin acı olduğundan və özünü necə aparmağını bilməməyindən gedir. Nə olub ay dayı? Əmcək görməmisən? Yəni, nəyin bu göstərişidir də, bu konçunluluq? Siz hələ də rəqqasənin sinəsinə pul basmaq dövründə yaşayırsınız. Biraz ayılın. Biraz ayılın. Və sənin ailən bunu görməyəcək, yayılıb bütün respublikaya. Nə olub? Bütün sosial şəbəkələrdə yayılıb. Yəni 5-3 manat bəlli deyir, dostundan mı borc almısan, kreditimi çəkmisən, hardan almısan, elə nəyi? Yəni siz nəyi göstərmək istədiniz ki, mən Kəmalənin sinəsinə pul bastım? Yəni, nədir də bu? Yenə deyirəm, söhbət Kəmalənin yaratdığı obraz və imicindən getmir. Bəyənib bəyənməmək ayrı mövzudur. Burada bir kişinin kişiyə yaraşmayan addımdır. Bir qadının sinəsinə israrla pul basmaq istəyir. Apar evdə həyat yoldaşına ver də, balalarına ver də. Nəyi burada göstərmək istəyirsən? Ya açsan, əmcək görməmisən, ya da sonradan görənlər belə olur. Bəsdir, yığışdırın özünüzü. Ayıbdır.